O iki soruşuldu ki, Türklər Azərbaycana ha zaman gəlibdi? Gəh bu sual bu cür olar. Türklər Azərbaycandan ha zaman gedibdilər, dünya səthində dağılıbdılar. Türklər 4000 il qabaq Azərbaycanda Türk bəylərini təşkil veribdilər. Türklərin adları Kətibə-i Aşuruda türkçü keçibdi və Misr yazılarında da görürük ki, bunlar Turuq keçibdi adları. Buradan gedibdilər Orta Asiyaya. Orta Asiyada sonra bunlar Kök türkləri təşkil veribdilər. Onlar imperatoru düzəldiblər, sonra gəlibdilər qərbidə, buradakı həman türklərdən gedibdilər Turuviyə. Bu Cəngay Turuva və Yunan ki 10 il çəkdi. Oradan da gedibdilər Etrusçu Rumda təşkil veribdilər mədəniyyətin və indi görürük ki, onlar ki, türklər ki gəlirlər İslamdan sonra, məsələn Səlcuqlar, onlar gəlirlər ana yurtlarına, tamam türklər ki gəlirlər. Mərkəz Azərbaycandır və Türklükdür.